siz Allah'a inanırsınız ama Allah'ın gönderdiği Kur'an'a şüpheyle yanaşırsınız. Ay ürəyim, O şüpheyle yanaşmır. Üzr istəyirəm. Siz cevaplandırın Ema xanım. ay ürəyim. Kur'an'ı birbaşa oxumaq savadsızlıqdır. Kur'an'ı oxumaq üçün əvvəlcə gərək sən nə qədər kitabların içərisindən keçəsən ki, Kur'an'a gəlib çıxa biləsən. Kur'an sonuncu kitabdır. Bu dərsi öyrənmək üçün. Başa düşürsən? Bu hikməti anlamaq üçün ən son oxunacaqdır Kur'an. Ondan əvvəl o qədər kitab var ki. Nə deyir Peyğəmbər? Allahın taxt altında çoxlu xəzinələri var. Bu xəzinələrin açarı şeir dilidir. Deməli, Kur'anın sinəsini açmaq üçün öncə şairlərin sinəsinə getməlisin. Bu gözlər çamadan kitablar əliyib. Bu gördüyün qadın cavan ömrü bu yolda oxumaqla, öyrənməklə qurban verib. İtti sakit oturup danışıram. Bu değildi. Bu qurbanlıqdır sizə görə. Elə deməyin Ema xanım. Bu qurbanlıqdır da. Qırx yaşından bu yana özüm özümə tustağam. Özüm özümdən qaça bilmirəm. Bu nə deməkdir bilirsən? 2 kəlmə Kur'an'dan söz bilirsən, hə, namaz qıl, həccə get, nədir bu hicabı, bu deyil axı din. Yetər də, bu deyil axı din. Nə deyir Kur'an? Dünyada ikən şək etdiyiniz, qınadığınız sizin üçün əzabdır. Oradan bura məni qınayırsan, bunun hikmətini anlamırsan. Ama hicab, namaz, ne deyirəm mən o namazı? Kimi apardı doğru yola? Git qıl da mən sən namazında şək eləmirəm ki. Vay halına Kur'an deyir o namaz qılanların ki, dillərində şək, gözlərində zina, pis baxış, pis söz, qəlb incitmək, qınamaq, tənəyə qalxmaq. Bunu Kur'an deyir. Öyle hikmətini bilmədən yuyulmamış çömçə kimi ortaya çıxarıb, elə siz niyə danırsınız? Bunu mən danmıram. Bunu mənim daxilimdəki ruh deyir. Başa düşürsənmi? Sən nə təri Kur'an oxuyursan, ruhun açıqlamasını heç Kur'an vermir. Sən ruhun açıqlamasını bilmirsənsə, hansı Kur'andan danışırsın? Hansı Kur'andan danışırsan? O sənə vermir ruhun açıqlaması. Ruh nədir? Bu barədə sizə cüzi bilgi verdik. Cüzi bilgi ilə sən burada mənlə dil ötməyə qalxırsan. Ruhu tanımaq lazımdır. Bax, səndən danışan ruhdur. Bunu bilirsən, bilmirsən. Boşu-boşuna fitnə fəsad salmaq üçün, ara qarışdırmaq üçün səni belə yaradıb. Səni qınamıram. Səni yaradan belə yaradıb. Ürəyində əyrilik, şək, şübhə olanlar fitnə fəsad salmaq üçün Kur'an'dan mənası bəlli olmayan ayələrə uyarlar. Bax, sizləri o mərtəbədə yaradıb Allah Teala. Mən neydim? Mən yaratmamışam. Yaradan Allah'dır. Görürsən, bəyək adam gəlib söyür, mən onu da qəbul edirəm. Söy nə qədər istəyirsən. Söyüşmə eşitməmişik. Bir nömrəli söyüşçül mənim qaynatam olur. Bəlkə onu kimi söyüşçül ikinci bir insan yox idi. Eşitmişəm, o qədər söyüş eşitmişəm. Ondan keçmədim ki, bu da Allah'ın bəndəsidir də, o xəsiyyətdə yaradıb Allah. Mən Allah'ın işine qarışa bilmərəm. Hamını sevə-sevə qarşılayıram, sevə-sevə də cavablandırıram. Ama bu boş söhbətlərlə, bu suallardan gəlməyin. Harada sizə uyğun söhbətlər var, gedin orada danışın.
Sizi zorla bura dəvət etmirəm. Burada Allah kimi yönəldir, səni də yönəldən odur, qarışdırmağa. Amma buradan bəhrələnən insanlar var. İcazə verin insanlar dinləsinlər, söhbətdən bəhrələnsinlər. Sizi hələ var, sizdə hələ bu möhürlüsüz siz. Gərək sizi Allah oyada ki, bunlar sizə çatar. Mən sizi oyada bilmərəm. Sadəcə bu sözləri sizin qəlbinizə ata bilərəm. Vəssalam.